Restoranlar, yeməkxanalar və kafelər əhalinin gündəlik qida ilə təminatında mühüm rol oynayır. Bu səbəbdən obyektlər qida təhlükəsizliyi baxımından ciddi nəzarətdə saxlanılır. İctimai yaşayış müəssisələri bir qida subyekti olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi haqqında qanunun tələblərinə uyğun olaraq ilk öncə qida təhlükəsizliyi qeydiyyatına alınmalıdır. Qida təhlükəsizliyi qeydiyyatına alınması üçün qida subyektləri olan ictimai yaşayış müəssisələri ilk öncə qida obyektlərinə dair ümumi gigiyena tələbləri və üzrə qaydalarda nəzərdə tutulmuş ilkin tələbləri, ilkin şərtləri yerinə yetirməlidirlər. Bu ilkin şərtlər əsasən obyektlərə dair gigiyena tələblərini özündə əks etdirir. Bunlara sanitar texniki tələblər, yəni obyektin infrastrukturuna, işçi heyətinə və obyektdə olan qida məhsullarının saxlanma, daşınma və düzgün emalı qaydalarını özündə əks etdirir. Qaydalar qida məhsullarının qəbulundan başlayaraq hazırlanması, saxlanması və müştəriyə təqdim olunması mərhələlərini əhatə edir. İsti və soyuq halda saxlanılan qidalar üçün tələblər fərqlidir. Soyudulmuş qida məhsulları əsasən 0-5 dərəcə Selsi temperaturda saxlanılması, qəbulu və daşınması həyata keçirilməlidir. İsti saxlanılan hazır yeməklər isə ən azı müsbət 60 dərəcəni keçməyəcək şəraitdə istehlakçıya çatdırılana qədər saxlanılması və realizasiyası həyata keçirilməlidir. Həmçinin dondurulmuş qida məhsulları isə mütləq şəkildə -18 dərəcə Selsini aşmayacaq temperaturlarda saxlanılması, qəbulu və emalına diqqət yetirilməlidir. İşçi heyət mütləq şəkildə qida ilə təmas etdiyi zaman fərdi mühafizə vasitələrindən istifadəni düzgün şəkildə təmin etməlidir. Əgər lazımi olduğu hallarda bir dəfəlik əlcək, maska, bone, yəni baş geyimi kimi geyimləri istifadə etməlidirlər. Qida təhlükəsizliyi hər birimizin sağlamlığına birbaşa təsir edən vacib amildir. Bu səbəbdən də ictimai yaşayış obyektləri qanunvericiliyin tələblərinə əməl etməli və gündəlik iş prinsipi kimi qəbul etməlidirlər. Ruhiyyə Balakişiyeva, Azər Nağıyev.